Azərbaycan ərazisində işlərin böyük hissəsi artıq görülüb. Həm dəmir yolları, Bakı ticarət limanı, bizim avtomobil yollarımız, hava limanlarımız, bütün nəqliyyat infrastrukturu hazır vəziyyətə gətirilib. O ki, qaldı Zəngəzur dəhlizinin icrasına, orada avtomobil yolunun hardasa 90% hazırdır. Dəmir yolu da təxminən 70% və ümid edirəm ki, yaxın gələcəkdə tam bu layihə icra ediləcəkdir. Və bilirik və çox şadıq ki, Türkiyədə də Qars-Naxçıvan dəmir yolunun tikintisinə də start verilmişdir və beləliklə bu layihələrin uzlaşması, koordinasiya şəklində icra edilməsi yeni bir önəmli beynəlxalq dəhliz açacaqdır.